bəzi müsahibələrində də qeyd edirdi ki, mənim həyatımın bir kişisi var. O da Hüseyndir. İndi mən sizi yeni biri ilə tanış etmək istəyirəm. Bəli, Röya Ayxanın həyatında Ada elə bildim kişi gətirir studiyaya. Röya Deyir ki, Ayxanın ala bu kişini verirəm, ərə get. Elə bildim elə bir söz deyəcək. həyatında yeni bir bəy var. O bəyin kimliyini sizə Bu tərəfə fırlat. göstərmək istəyirəm. Qorxuram ki, açarsan da deyəm. O bəy görəsən kimdir? İstəsə görsədər, istəsə görsətməz. Amma çox istəyirəm ki, Yaxşı, bunu gəl gəl bax. açaq. Mete! Mete! Həyatımın yeni Mete bir mənim anlamı. Mete mənim dünyamdır. Mete mənim hər şeyimdir. Mete mənim atamın yadigarıdır. Bilirəm. Özü onu görə bilməsə də amma onu bilirəm Maşallah. ki, hər dəfə, hər gün bilirəm ki, o yuxarıdan bizi izləyir və mən evdə də demişəm, bu dünyada nə olur olsun, əhvalım pis olsa belə Mete'nin əlinə mən sözünüzü deyə bilərsin. Mete'nin əlinə. Çünki Hüseyin artıq yekə oğlandı, maşallah 16 yaşı var. Hüseynin dərsləri var, universitetə öz hazırlaşmağı həyatı var. var Öz, onun, hə? bəli, artıq öz Öz dünyası həyatı var. İndi mənim oyuncağım budur. Budur. İsmail'in Göm-göy oğlu gözləri var. var, sapsarı saçları var. İsmail'in atası kimi. kopya İsmail'dir, bəli. Allah qorusun. Amin. Allah saxlasın. Və Allah çox şanslıdır. hər kəsin ailəsini qorusun, bizi də unutmasın. Çox sağ ol. şanslıdır ki, Röya kimi bir Ay çox birisi var. gözəl hədiyyə idi bu. Bu şəkli mən o qədər axtarmışam. Axır ki, uşaq Deyərdin sən şəkil gör necə göndərərdim də. baxır, gülür, ilahi və bu Röyanın qucağındadır ha. Yəni onu özüm kəsdim Özü ki. mənim uşaq- kimi də bir damcı dodağı belə əyridir. Mənim belə əyridir ağzım biraz. Ay Allah. Və Diyanım. Orada da bibisinə oxşayıb. Bir ifası da olacaq. Güləndə bir tərəfli gülür. Röyanın ifasından Oxuyaq mı? öncə Oxuyaq, oxuyuruq. Amma mən olarmı bir hədiyyə də təqdim Ha, edim? okey. Çünki Bugün sən xoşlamışam. Nə istəyirsən elə. hə. Mən aramızda Röya ilə bir zarafatımız var bu hədiyyə ilə bağlı. Mən istədim ki, orada tək qalmasın. 25 Sən illik hədiyyən orada asıldan da. Yirmi Təzəsidir. Gəl bura. Gəl. Deməli bir dənə hədiyyə var. Mənim evdə asılqandadır. Deyir ki, orada Qusiklə mənəm. Güya Qusik, mən Qusikə deyirəm ki, mən ulduzam. O da deyir ki, xeyr, sən mənim anamsan. bəli. İndi burada nədir? 25 ildir ki, parlayan ulduzam. Ulduzam. Burada Qusik mənə cavab qaytarmayıb. Yox, burada özünsən. Mən dedim ki, mən çünki onu izləyə bilmirəm. Çox gözəldir. Çox gözəldir. Bunu konsert günündə Mənim hazırlamışdım. el olsun, öz Kraliça. taxtımdayam. Təşəkkür edirəm. Çox sağ olun. Bunu da onun yanına Minnətdaram. əlavə eləyərsən. Hər kəsə mütləq yavaş qurarsan. Amma Yavaş. düz onun yanına ya. Gəlib baxacam. Elə də olacaq. Yayda, sən qışda bizdə nə gəzirsən? Yayda gəlirsən bizə. O bizə ancaq yayda gəlir. Onda